uşaqlar, hər vaxtınız xeyir. Bu gün mən sizə İsmail Şıxlının Dəli Kür romanının izahını verəcəm. Dəli Kür romanının tam versiyası olduqca böyükdür. Ümumiyyətlə onun tam versiyasının izahını sizə versəm belə, bəlkə də saatlar gedəcəkdir burada. Və imtahanda da sizdən tam versiya soruşulmur. Ümumiyyətlə İsmail Şıxlının Dəli Kür romanının adını baxanda görür ki, burada təbiət bir obraz kimi verilibdir və bu demək olar ki, ədəbiyyatımızda ilk idi ki, kür. Və burada dəli kür dediyinə görə biz həmçinin bunun adına epitet kimi də götürə bilərik. Həmçinin bu ad simvol səciyyəsində daşıyır, yəni simvol da deyə bilərsiniz. Və uşaqlar, Dəli Kür romanı haqqında qısaca deyə bilərəm ki, əsər İsmail Şıxlının yazdığı məşhur bir romandır. Janr olaraq roman. Əsər 19-cu əsr və 20-ci əsrin əvvəllərində Azərbaycanın kənd həyatı, sosial bərabərsizliyi göstərən bir əsərdir. Əsərin əsas qəhrəmanı kimi Cahandar ağa obrazı canlandırılıbdır. Hətta biz burada Cahandar ağa obrazına da ziddiyyətli obraz deyə bilərik. Məsələn, yadınızda Müsbət Fəxrəddin obrazını keçəndə biz oradakı Rüstəm obrazına ziddiyyətli obraz deyirdik ki, məsələn, Rüstəm obrazı intiqam alan bir obraz idi, amma nökərləri ilə mehribançılığı onun ziddiyyətli bir obraz kimi göstərirdi. Yəni burada da Cahandar ağa obrazına ziddiyyətli obraz deyə bilərsiniz. Həmçinin Cahandar ağa obrazı Cahandar ağanın simasında biz nə görürük? Qəzəbli və qisasçı bir kənd bəyi olubdur. Yəni kəndin bəyidir. O dövrün ədət-ənənələrinə sadiq qalırdı. Lakin bəzən öz emosiyalarına hakim ola bilməyən bir insan kimi əsərdə canlandırılıbdır. Deməli, Cahandar ağa həyat yoldaşı var, burada Zərnişar xanım. Amma onun həyat yoldaşı ola-ola o gedir, yenə də həmin həyat yoldaşının üzərinə başqa bir qadını gətirir. Demək olar ki, əsərin başlanğıcı, bütün kulminasiya nöqtəsi ilə buradan başlayır. Və Cahandar ağanın oğlu da həmin xanımı gətirdiyinə görə evdən acıq eləyib gedir. Daha sonra deməli Cahandar ağa evli bir qadını özünə gətirmişdi və onun yoldaşı Allahyar bunu bilir. Cahandar ağadan qisas alır. Yəni ümumiyyətlə əsər demək olar ki, konflikt üzərində qurulan geniş bir əsərdir. İndi isə bizdə dimdə hansı yerlərdən sual düşəcək, hər bir xırdalığını sizə verəcəm. Əsər Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər səpələnmişdi. Baxın uşaqlar, burada hansı kənd canlandırılıbdır? Göytəpə kəndi. Bu il yağınlıq olduğundan otlar vaxtından əvvəl göyərmiş, yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb qalxmışdı. Yazın. Kürə ilə cığırları da ot basmışdı. Zərnişar xanım bunların heç birini görmürdü. Cahandar ağanın xanımıdır bu. O başını göy məhcərli eyvanın dirəyinə söykəyib için-için ağlayırdı. Niyə ağlayırdı? Tez-tez kəlağasının ucu ilə göz yaşını silir, mən bu dərdə necə dözüm, kimdən imdad istəyim, deyə inləyirdi. Kürün otayından hündür qovalıqlar seyrəlib, yolunluğun başladığı yerdən 5-6 qaraltı görüldü. Bax, 5-6 qaraltı. Zərnişar xanım dikəldi. Oğlu Şamxalın da orada olduğunu yəqin etdi. Bax, düşünür, amma dəqiq bilmirdi. Deyir, yəqin mənim oğlum Şamxal da o qaraltılarda gəlir də uzaqdan. Şamxal üst başını çırpıb kəmərini daraltdı. Gümüş dəstəli xəncərini yanına çəkdi. Zərnişar xanım oğlunun qabağını gəldi. Şamxal anasını gözyaşlı görüb evdə bədbəxt bir hadisə baş verdiyini zənn etdi. Bax, o anası ona heç nə demədən artıq anası Şamxalın elə özü bilir ki, evdə bir bədbəxt hadisə olubdu. Şamxal anasına yaxınlaşdı. Qolundan tutub diqqətlə üzünə baxdı. Yenə nə olub? Bax, burada deyir, yenə nə olub? Deməli biz buradan bilirik ki, bunların evdə problemləri bitmir də. Bundan əvvəl də olub. Niyə gözünün yaşını 10 yerindən ələyirsən? Arvad daha da kövrəldi. Doğrudan elə də bir adam ağlayırsan deyəndə gəlib soruşanda niyə ağlayırsan, daha da kövrəlirsən, lap da ağlayırsan. Önlüyündən ətəyi ilə gözlərini silib, hikkəsindən boğula-boğula. Belə atan ölmüş, təzə eşqə düşüb ay bala. Deyər, Zərnişar xanım göz yaşına ara verib səsini ucaltdı. Bizi el içində biabır edib. Heç ərlik, boyluq qızı olan, sənin kimi oğlu böyüdən kişi belə iş tutar. Deməli, bax, Zərnişar xanımın və Cahandar ağanın bir dənə qızı var idi, bir dənə də belə oğlu. Şahmal dinmədi. Zərnişar xanım irəli gəldi, əllərini belinə qoyub Şahmalın qabağını dayandı. Deyəsən, mənim dediklərimi qulaqardına vurursan. Əslində Şamxal qulaqardına vurmurdu. Sadəcə anasının dediklərinə bir növ inanmamışdı. Atan ölmüşün tərəfini saxlayırsan, yoxsa inanmırsan? Gəl yaxın gəl gör, atan sənə nə yaxşı ana gətirib.
əsl Azərbaycan qadınıdır. Şamxalın rəngi qaçdı. Bayaqdan qorxu içində küncə qısılıb titrəyə-titrəyə qardaşının hərəkətlərinə göz qoyan Salatın özünü Şamxalın üstünə saldı, əllərinə tutub yalvardı. Və burada Salatın obrazı ilə Şamxal obrazı bacı qardaşdır. Salatın qorxmuşdu. Salatın bir növ qızışdırma tərəfdarı değildi də. Anası oğlu olsa belə qorxmurdu. Elə istəyirdi ki, o təzə gələn xanımın da adı Mələk idi. Mələyin üstünə salmaq istəyirdi. Amma Salatın qardaşına qorxurdu ki, nəsə olar. İstəmirdi evdə söz-söhbət baş versin. Qurbanın olum ayqağı, evimizə qan salma. Baxın, bunu Salatın deyirdi ki, istəmirəm də söz-söhbət olsun. Amanın bir günüdür, əlini qana bulama. Şamxal bacısını itələyib kənara yıxdı. Əlini sallanmalı kəmərindən asdığı xəncərinin gümüş dəstəyinə yetirdi. Qızının dizin-dizin sürünüb əl çəkmədiyini görən Zərnişar xanım, bircə belə dur, gədənin əl-ayağına dolaşma. Doğrudan da qızışdıran obraz ana obrazıdır. Deyə Salatının örüşlərindən tutub dartışdırdı. Şamxal qorxusundan uçunan bu gəlinin öz tərəflərindən olmadığını dərhal bildi. Baxın uşaqlar, gəlinin buradan olmadığı, bu kənddən olmadığını heç kim demir. Şamxalın özü belə. Gəlinin öz tərəflərindən olmadığını dərhal bildi. Görünür atası onu hardansa kürün aşağısından uzaq kəndlərin birindən gətirib. Gəlinin gözəlliyi Şamxalı yumşaltdı. Bax, bu imtahana çox düşən suallardan biridir. Bax, gəlinin gözəlliyi Şamxalı. Testlərə düşür ki, Şamxal yumuşalmadı. Şamxal elə necə hirslənmişdisə elə getdi. Xeyr, Şamxal arada bir yumuşaldı. Yumuşalma səbəbi də gəlinin gözəlliyi idi. Və onun qolları boşaldı. Bunu hiss edən Zərnişar xanım oğlunun üstünə qışqırdı. Hə, niyə durdun? Bu saat onun saçını biləyinə dolayıb. Sürməsən kişi deyilsə. De, tez ol. Ani olaraq fikrə gedən Şamxal anasının sözlərindən sonra gəlinə yaxınlaşdı. Dur, şələ-şüləni yığışdır. Rədd ol burdan. Yolun altı ilə gəlibsə, üstü ilə qayıt xarabana. Gəlin sapsarı saralsa da özünü sındırmadı. Onun qanı qaçmış dodaqları aralandı. Məni sən gətirməyibsən ki, evdən qovursan. Əslində uşaqlar, burada o gəlin obrazının adı Mələk idi. Mələk mənfi obraz deyildi. Bir növ o da həmin adət-ənənələrə, o dövrün qanunlarına tabe olan bir qadın idi. İndi bunu Cahandar ağa qaçırıbdı. Da qaçandan sonra həmin qadını geri qaytarmaq olmazdı. Ya onu öldürərdilər, ya da ki, başqası ilə başını bağlayacaqdılar da. Yəni, bir növ qəbul olunmurdu. Hirsindən rəngi ağappaq ağarmış Şamxal gəlinin üstünə yeriyib boğub bir səslə qışqırdı. Bu saat rədd ol burdan, yoxsa bağırsaqlarına ayağına dolayıram. Gəlin gözünü də qırpmadı. Qeyrətli kişi qadına əl qaldırmaz. Bu birinci nitqi bu olur ki, məni sən gətirməyibsən ki, evdən qovursa. İkincisi də deyir ki, qeyrətli kişi qadına əl qaldırmaz. Hünərin varsa get, atanla haqq hesabçı. Artıq Şamxal dözə bilmədi. O ayaqlarına döşənib sürünən bacısının üstündən keçib irəli şığıdı. Gəlinin saçını biləyinə dolayıb yerə yıxdı. Bax, gəlini yerə yıxır. Təpiyinin altına salıb döyəclədi. Döyür də. Gəlini döyməsi də var. Arvadlarının qışqırtısı bir-birinə qarşılığından ovdan qayıdan Cahandar ağanın həyətdə dayandığını heç kəs görmədi. Deməli, Cahandar ağa haradan gəlirdi uşaqlar? Deməli, ovdan gəlirdi. Gözünü qan örtmüş Şamxal isə getdikcə qızışır, gəlini sürüyüb evdən bayıra atmaq istəyirdi. Birdən gəlin var gözünü toplayıb ayağa durdu. Qabarıq sinəsini irəli verib Şamxalın üstünə qışqırdı. Vur, niyə durubsan? Əl-ayağını niyə titrəyir? Arvadı öldürməyə nə var ki? Vur. Şamxal xəncəri sıyırdı. Bax, xəncər çıxar ki, xəncərlə vursun. Polad tiyə havada parladı. Ayağını üzəncidən yenicə çəkən Cahandar ağanın gözü pəncərəyə sataşdı. Şamxalın xəncəri gəlinin başını endirmək istədiyini gördüyü ilə tüfəngi hərləməyi bir oldu. Bax, düşə bilər ki, Şamxal gəlini tüfənglə vurmaq istəyirdi. Xeyr, o xəncərlə vurmaq istəyirdi. Atası bunu görüb onun Şamxalın əlini tüfənglə vurur ki, xəncər yerə düşsün. Güllə açıldı. Şamxalın əlindəki xəncərin tiyəsi iki bölünüb evin ortasına düşdü. Bir anlığa hamı daş kimi donub qaldı. Salatın ürəyi keçdi. Cahandar ağa ağır bədəninə yaraşmayan bir çevikliklə atılıb içəri keçdi və hələ də özünə gələ bilməyən oğlunun üstünə atıldı. Şamxal bir əlində dəstəyi, bir əhəllədə lülləsinə tüstüsü çıxan tüfəngə baxdı. Cahandar ağa qolunu hərləyib oğluna bir şillə çəkdi. Baş şillə ilə vurur oğlun. Şamxal gözləmədiyi bu zərbədən dik atılıb bir pişik cəhtliyi ilə geri sıçradı. Onun gözlərinə qığılcım oyandı. Ata ilə oğul döyüşə hazırlaşan buğalar kimi qabaq-qabağa dayandılar. Şamxal quzğun kimi üstünə gələn atasından əvvəlcə qorxdu. Atasından qorxu var. Baxın, bu düşür imtahana. Onun nəzərində kişi getdikcə böyüyürdü və nərildəyərək ov üstünə atılmağa hazırlaşan heybətli bir pələngə, atasını pələngə bənzədir. Lakin o özünü ələ aldı və birdən atasının üstünə atıldı. Şamxal atasının üstünə atılır.
Oğlunun qəfil hücumunu gözləməyən Cahandar ağa tüfəngin qundağı ilə Şamxalın sinəsindən vurub yerə sərdi. Və burada düşə bilər ki, o atası ona şillə vurdu. Həmin şilləyə görə pis oldu, evdən getdi və o atasına heç bir şey eləmədi. Yəni bu yanlışdır da, o atasının üstünə atılır. Sonra da təpişlə döyəcləməyə başladı. Zərnişar xanım özünü kişinin qabağına atdı. Dili dolaşa-dolaşa yalvarmağa başladı. Bəs Zərnişar xanım, sən eləmişdin, oğluvu saldın ortaya, indi də niyə yalvarırsan? Ay kişi, ağlını başına yığ. Uşaqdan əl çək. Onda taksir yoxdur. Öldürürsənsə məni öldür. Aya qurbanın olun, vurma. Yazığam, evimi yıxma. Salatın yavaş-yavaş özünə gəldi. Sürünüb atasının ayaqlarına döşəndi. Üzünü torpağa sürtdü. Bir göz qırpımında hadisədən çaşıb qalan gəlin yerindən tərpənə bilmədi. Kişi onun nəzərini getdikcə böyüyüb dağa dönürdü. O irəli atılıb iri bədənini qabağa verdi. Cahandar ağanın ağır yumruqları kürəyinə dəysə də diz söküb kişinin ayaqlarını qucaqladı. Bəsdir ay insafsız, yazıqdan tutar qalmadı. Onu yox, mən başı batmış öldür ki, bir yolluq canım qurtarsın. Yəni Cahandar ağa oğlunun qəşəng salıb təpiyin altına döyür. Yəni bir növ soymur da bir qadın üstə. Cahandar ağa onun hönkürtüsünə baxmayıb yenə də oğlunun üstünə yeridi. Nökərlər səs-küyə tökülüşüb gəldilər. Tapdıq bir sıçrayışla özünü araya saldı. Bax, Tapdıq da uşaqlar buradakı nökərlərdən biri idi. Cahandar ağa onun enli kürəyinin arxasında qalan şamxalı görə bilmədi. Deməli, Tapdıq onun əlindən alırdı bir növ şamxalı. O bir nökərlərlə şamxalın dartınmasına fikir vermədilər. Çəkə-çəkə onu çardağın yanına apardılar. Şamxal birbaş sahilə indi. İndicə baş verən əhvalatın təsirindən yaxasını qurtara bilməyən Şamxal yarğanın kənarında oturdu. Cahandar ağanın heybətli nəriltisi yenidən onun qulaqlarında səsləndi. Yox, mən bir də onunla üz-üzə gələ bilmərəm. Yəqin kişinin indi məndən zəhləsi gedir. Bax, bu kişinin zəhləsi getməsini Şamxal sadəcə öz beynində düşünürdü ki, yəqin ki, atamın məndən daha zəhləsi gedər. Harda görsə yenə də üstümə cumacaq. Görürsünüz, bax, bu dırnaq arasında yazılan hissə var ya, Şamxalın düşüncəsidir. Şamxal bir dəstə qızın yarğanın qaşı ilə suya endiyini görüb ayağa qalxdı. Buradan uzaqlaşmağı qərar aldı. Və oradan gedəndən sonra, ata evindən çıxandan sonra deyir, yəni burada qalmağın mənası yoxdur, gərək mən buradan uzaqlaşım. Hamı evə çəkildi. Cahandar ağa isə qapıdan hərlənir, pəncərəsindən zəif işıq gələn otağa yaxınlaşa bilmirdi. İndi o nə etməli idi? Öz hərəkətlərinə necə bəraət qazandırmalı idi? Qəlbinin dərinliklərində haqsızlığı duyurdu. Bax, deyər ki, Cahandar ağa öz elədiyi əməllərin hamısında haqq duyurdu. Bu yanlışdır. Çünki o qəlbinin dərinliklərində elədiyi o ədalətsizliyi, haqsızlığı da bilirdi. Bu hadisənin belə sakitcə gəlib keçməyəcəyini, evdə hər gün dava-dalaş düşəcəyini aydınca görürdü. Bir növ sərraf gözü vardı. Deyir, yəni mən Şamxalı vurdum, Şamxal getdi. Yəni iş də burada bağlanmadı. Evdə hər gün dava-dalaş olacağını, yəni evin bir növ huzuru qaçdığını bilirdi. Görürdü ki, gələcək daha da pis olacaq. Kişi lap darıxdı. Darıxdı, yəni sıxılmaq mənasında. Ona elə gəldi ki, bu saat Qori müəllimlər seminariyasında oxuyan oğlu Əşrəf, bax, deməli Şamxalın digər qardaşı da Əşrəf idi. O burada yox idi. O çünki Qori müəllimlər seminariyasında oxuyan savadlı bir oğlan idi. Deyir və o Əşrəfi çox istəyirdi. Və Cahandar ağa düşünür ki, indi Əşrəf də qapını açıb içəri girəcək, qaşlarını çatıb. Ata, eyib deyilmi? Bu nə işdir tutmusan? Bax, bunu Əşrəf demir. Ata, eyib deyilmi? Bu nə işdir tutmusan? Yadınızda qalsın bu hissə. Bunu Əşrəf demir. Bunu sadəcə Cahandar ağa öz beynində düşünür ki, Əşrəf mənə belə deyəcək. Sonra da baş götürüb evdən gələcək. Bir daha buralara üz çevirməyəcəkdir. Gecədən xeyli keçmiş kəndin aşağısında itlər ürüşdü. Ucqardakı qara adamdan kiminsə səksəli səsi eşidilirdi. Aya, adam, kimsən? Şamxal Sərkəzə cavab verdi. Sərkəzlə Şamxal dost idi. Şamxal evdən uzaqlaşandan sonra dostu Sərkəzgilə gəlir ki, onlarda qalsın. Daha sonra Sərkəzin bacısını görür və həmin qıza vurulur, həmin qızı da qaçırır. Yavaş-yavaş evə yaxınlaşdı. Qara damın qabağında çardağın dirəyini özünə dalı edən Sərkəz qaraltının kim olduğunu bilənə qədər əlini tüfəngin tətiyindən çəkmədi. Şamxal çağma şaqqıltısını eşidib dilləndi. Mənəm də nə söz küy salmısan. Sərkəz Cahandar ağacildə olan hadisəni bilsə də üzə vurmadı. Sərkəz bilirdi Cahandar ağa neyniyibdi, hansı işlər törədibdi, amma o öz dostu olan Şamxala, yəni bunu bir növ üzünə vurmadı da. Özünü elə apardı ki, güya heç nədən xəbəri yoxdur. Kənd yuxuda idi. Şamxal yata bilmirdi. Kənd yuxuda idi. Burada hansı təsvir vasitəsi işlənib, metonimiya işlənibdi. Kənddəki insanlar yuxuda ola bilər. Amma Şamxal yata bilmirdi. Burada vəds nə deyə bilərik iki cümlə arasında? Təzad işlənibdi. Kəndin yuxuda olması, amma Şamxalın yata bilməməsi. Elə bil yuxusu ərşə çəkilmişdi. O bir daha evə qayıtmayacağını qərara alsa da, hələ nə edəcəyini müəyyənləşdirə bilmirdi. Bir dəfəlik kənddən çıxıb geçsəm necə olar? Öz-özünə suallar verir. Bu suallara bəydi sual deyə bilərsin. Deyir,
o evə qayıtmayacağını bilirdi. Əmin idi ki, evə qayıtmayacaq. Amma nə edəcəyini, harada bundan sonra yaşayacaq onu bilmirdi. Bir növ o qərar verib evdən çıxmışdı, amma bu qərar deyə bilər ki, ağılsız qərar idi, düşünülmədən verilmiş bir qərar idi. Özümə bir daxma düzəldəcəyəm. Yəni deyir ki, özümə bir daxma düzəldim. Kənddəki qızlardan da birini gətirərəm, qoyacağam evə. Şamal durub yerində oturdu. Yenə fikir onu götürdü. Kənddəki qızlardan birini gətirib evə qoyacağam o demək ki, yəni özümə gəlin gətirəcəm də. Mələyin yoxa çıxması xəbərini eşidəndən yarımca saat sonra Allah. Görürsüz, bu əsər geniş əsərdir uşaqlar. İxtisarla verilibdir. Bu hissədə nədir? Mələyin yoxa çıxması. Bax bu hissə Şamxal hissəsi bitdi. Artıq bu hissədə yeni bir məzmun başlayır. Deməli Allahyar kim idi? Allahyar mələyin yoldaşı idi. Və mələyin yoxa çıxması xəbərini eşidəndən yarımca saat sonra Allahyar hazırlaşır. Amma Allahyar birinci bilmir də mələyi qaçırıblar. O mələyin evdən baş götürüb getməsini heç cür ağlına sığışdıra bilmirdi. O birinci elə düşünür ki, mələyə acıq eləyib gedibdi. Allahyar kəndə çatan kimi mələyin əmisi gilə adam göndərib məsələni öyrənməyə qət etmişdi. Mələyin heç kim yox idi, əmisi var idi. Yəni əmisi gildə böyümüşdü də. Əmisi arvadı da bir növ buna zülm vermişdi. Əgər çıxıb əmisi gilə gedibsə, onda özündən küssün. Deyib, özündən küssün, əmisi gilə acıq eləyir. Heç kəs ona minnət etməyəcəkdir. Əgər getməyibsə, elə məsələ dediyi burası idi da. Bəs o əmisi gilə getməyibsə, o biri tərəf daha pisdir də. Bir növ Allahyarın namusunun tapdalanması idi. Allahyar səhər tezdən nökəri yola salandan sonra atı minib Kürün sahilinə indi. Kür sahilinə. O nə qədər saçsa da sirri açılmış mələyin yoxa çıxması hamıya məlum olmuşdu. Allahyarın dodağı, bax, hamı bilirdi mələk niyə yoxa çıxıb, mələyi kim qaçırıbdı. Amma hələ ki Allahyara məlum deyildi. Allahyar da ilk gəlir Kürün sahilinə ki, bəlkə elə Kürdə o vaxt gedirdilər, Kürə gəlirdilər, bəlkə Kürdə boğulubdu. Başlayır orada bir növ öz yoldaşını axtarmağa. Allahyar dodaqları astadan tərpənir, titrək barmaqları tüfəngin tətəyində oynayırdı. Şamxal kəndin kənarında biçənəklərin üst tərəfindəki təpənin qaşında özünə ev tikdi. Həqiqətən bacarıqlı oğlandı, artıq acıq eləyib getmişdi, evdə tikdi. Kənd cavanları ona kömək etdilər. Şamxalın Güləsəri götürüb qaçması, Güləsər dedik kimin bacısı idi. Burada dediyə Çərkəz obrazı var idi. Çərkəzin bacısı idi. Güləsərin qaçması xəbərini eşidən Cahandar ağa 3 gün 3 gecə ağzı üstə yatdı. Koroğluda da var 3 gün 3 gecə ağzı üstə yatmaq. Yəni 3 gün 3 gecə ağzı üstə yatdı. Niyə yatdı? Cahandar ağa bəy idi və ona ağır gəldi ki, bəs mənim oğlum Şamxal bəy qız alar. Amma Güləsər də kasıb bir qız idi. Atası da səhv eləmirəmsə bunun balıqçı idi ya nəsə elə bir işdə işləyirdi. Cahandar ağaya da bu təsir eləmişdi. Ki, bəs niyə də mənim oğlum gedib elə bir qıza, bizə yaraşmayan. Hirsindən gözləri qan çanağına döndü. Kişinin əlindən xata çıxa biləcəyini düşünəndə evdəki arvadlar yarpaq kimi əsirlər. Uşaqlar, buradakı bu nədir? Tota, kiçiltmə. Cahandar ağa Şamxalı yaddan çıxartmaq üçün o biri oğlunu xatırladı. Yaxşıdır. Şamxalı yaddan çıxarmaq üçün o biri balasını xatırlayır ki, Şamxalı unutsun. Görəsə Əşrəf bu saat nə edir? Evdə olanları eşidibmi? O da mı məndən üz döndərəcək? Yox, Əşrəf ağıllı baladır. Şamxalın tayı deyil. Amma uşaqlar, biz burada deyə bilərik ki, onun 2 oğlu olsa da Şamxalı bir növ Cahandar ağa sevməsə belə, Şamxal eyni atası idi. Xarakter cəhətdən hərəkətləri atasına bənzəyirdi. Atasının davamçısı kimi verilibdi əsərdə. Göytəpə kəndinin uzqarında, baxın bu ikinci hissədir. Xır yolun üst tərəfində 3 otaqlı bir bina var idi. Burada ixtisarladır deyə əsərin bir hissəsi, bir abzası başqa şeydən danışır. Çünki bunun tam versiyası çox uzundur deyə mən istəmədim onun üzərində izah verəm. Həmçinin sizə lazım deyil, abituriyentlərə lazım deyil. Göytəpə kəndinin uzqarında xır yolunun üst tərəfində 3 otaqlı bir bina var idi. Deməli 3 otaqlı bir dənə bina var idi. El arasında buraya Zayej deyirdilər. Qocalar deyirdilər ki, düz 1 il gecəli gündüzlü işləyəndən sonra yol hazır oldu. Yolun kənarındakı evi isə sahibsiz qaldı. Yəni buranın yolunu 1 illə hazır elədilər. Orada bir dənə ev qaldı. Ev isə sahibsiz oldu. 2 il bundan əvvəl buraya 24-25 yaşlı bir oğlan gəldi. 2 il bundan əvvəl. Deməli, neçə il əvvəl? 2 il əvvəl burada 24-25 yaşlı bir dənə deyir cavan oğlan gəldi. Cəmaət arasında bir müddət ona adına Poç Səhmət dedilər. Sonra isə şapka geydiyinə görə Rus Səhmət. Axı ruslar şapka geyinir. Bax desə testdə ona niyə Rus Səhmət deyirdilər? Çünki şapka geyinirdi. Birinci bəs adı nə olmuşdu? Poç Səhmət.
Əvvəllər ona heç kəs yaxın durmazdı. Xaçpərəstlərlə nə işimiz var? Rusuydu axı, deyirdilər ki, yəni din fərqliliyi qoyulurdu. Uzaq gəzirdi. Ancaq yavaş-yavaş ona isinişdilər. Rus Əhməd bəzən Zayejin eyvanında oturub kitab oxuyardı. Bəzən uşaqları başına yığardı. Savadlı biri idi də, yəni bu Əhməd. Məzəli söhbətlər edər, uzaq yerlərdən, qalın meşələrdən, izdihamlı şəhərlərdən, böyük çaylardan, boranlı çovğunlu diyarlardan söhbət açardı. Bu uşaqların içində Cahandar ağanın kiçik oğlu Əşrəf də oynayırdı. Poçtalyonun qapısı döyüldü. Əşrəf içəri girdi. Əlindəki böyük bağlamanı yavaşca pəncərənin qabağına qoydu. Stolun üstünə səpələnmiş kağızlardan nə isə yazan Əhməd qandırılıb baxdı. Deməli uşaqlar, Əşrəf dedik kimdir? Cahandar ağanın balaca oğluydu. Poçtalyon qapısı döyüldü. Əşrəf deyib bunun zaman içəri girdi. Əlində böyük bağlama ilə yavaşca pəncərənin qabağına qoydu və stolun üstünə səpələnmiş kağızlara nə isə yazan Əhməd qandırılıb baxdı. Ay, xoş gördük səni. Demək gəldin. Çox yaxşı. Bəs bu nədir? Anam göndərdi. Əhməd lələ dedi ki, adamı qəribə, yəni xarici adama da hörmət edə. Bu nədir? Uşaqlar, bunu mən oxumuşdum orijinaldan. Yadımda qalanını deyəcəm sizə. Ola bilər bəzi məqamlarda səhv deyim, amma yadımda qalan bu idi ki, deməli Rus Əhmədlə bu Əşrəf bir gün ova gedirlər. Bunlar ov zamanında bir dənə göyərçin, bildirçin vururlar. Əşrəf deyir mən vurmuşam, Əhməd deyir mən vurmuşam. Nəsə bunların arasında mübahisə yaranır və Əşrəf həmin bildirçinləri evə aparanda anası da deyir ki, qəribə hörmət edərlər. Yəni həmin bildirçinləri həmin bağlamada gətirmişdi buna. Onlar sustular. Əşrəf kitablara baxdı. Bunların hamısını oxumusan? Oxumuşam. Səni də öyrədəcəyim. Rusca yazmağı da, oxumağı da biləcəksən. Yəni Əşrəfə bir növ bilik də verirdi bu. Kim verirdi? Əhməd. Əşrəfi də öyrədəcəkdi. Mənim bir-iki dostum var, onlara da öyrədərsənmi? Yəni Əşrəf deyir, mənim də dostlarıma öyrət. Niyə öyrətmirəm? Qoy gəlsin, elə otağın birini boşaldıb sinif edərik sənin dostların və səni də öyrədərik. Orada onlar bizim məktəbimiz. Təpələrin ətəyindəki yolla irəliləyən fayton kəndə yaxınlaşırdı. Atlar yorulmuşdu. Faytonda oturan müsavir sakitcə ətrafı seyr edirdi. Baxın, bu hissədən artıq yeni bir fikrə keçirdi. Bu nə idi? Ruslar ümumiyyətlə Azərbaycanlı tələbələr axtarırdılar və deməli onlar adam göndərirdilər ki, o vaxtda təhsilə önəm vermə yox idi da. Azərbaycandan bir növ şagirdlər yığsınlar, tələbələr yığsınlar və öz tərəfdarlarını özləri yaratmaq istəyirdilər. Deyə təpələrin ətəyindən fayton gəlirdi. Atlar yorulmuş, faytonda oturan müsavir sakitcə ətrafi seyr edirdi. Faytonçu geri qandırıldı. Bağışlayın cənab, adınızı da bilmirəm. Aleksey Poviç. Deməli, burada faytonda gələn adı Aleksey idi. Aleksey hələ 4 il əvvəl Qori Seminariyasının pedaqoji şurasında olan mübahisəni xatırladı. Seminariyanın direktoru Dmitri Semyoyev müsəlman şöbəsinin açılması məsələsini irəli sürmüşdü. Bax, deməli, Aleksey 4 il əvvəl olan bir şeyi xatırladı. Söhbəti, mübahisəni. Deməli, burada Dmitri obrazı var idi. Dmitri deyirdi ki, müsəlman şöbəsinin açılması məsələsini irəli sürmüşdü. Deyir, yəni Azərbaycandan burada gəlib oxusunlar. Şurada böyük mübahisə qalxdı. Yeni şöbənin açılmasına qəti etiraz edənlər var idi ki, bəs niyə müsəlmanlar deyə gətirib öz içimizə qatar? Elə həmin axşam Semyoy Aleksey deməli bu Dmitri Aleksey yanına çağırır. Sakitcə deyir, sözə başladı. Çara və hökumətə yerli məmurlar lazımdır. Yəni deyir ki, baxın uşaqlar, deməli Azərbaycanlı balalarını gətirib təhsil vermək, pulsuz təhsil verməkdə məqsəd nə idi? Yerli məmurlar yetişdirmək. Elə bunun üçün də elə məktəblər açırlar. Amma biz daha uzağa baxmalıyıq. Yeni məktəblərdən yeni məqsədlər üçün istifadə etməliyik. Bu işə fədakarlıq lazımdır. İlk illər deyir çətinlik olacaq. Siz qorxmayın. Mən sizə arxayınam. Əməli təkliflərinizi yazın, fikrinizi mənə bildirin. Hər şeydən əvvəl şagirdlər haqqında düşünmək lazımdır. Taparıq deyir Dmitri. Kənd-bəkənd gəzməli olsam da deyir, mən yəni tapacam şagird. Elə bu məqsədlə Aleksey səfərə çıxmışdı. Demək, Alekseyin gəlmə səbəbi buydu ki, müsəlman şagirdlər tapsın. Gecədən xeyli keçmiş Zayejin qapısı döyüldü. Əhməd səftəni çəkib qapını araladı. Qonağı qabağına salıb yol göstərdi. Aleksey göz gəzdirib otağı nəzərdən keçirib divardan asılmış yarımkürələr xəritəsi küncündə qlobus pəncərənin qabağında və stolun üstündə yığılmış kitabları, dəftərlərə diqqətlə baxdı. Aleksey baxır ki, bəs burada bunda nə əcəb, yəni bu qədər dəftər, kitab var da. Atları rahatlayandan sonra içəri samovar aparmağa gələn Əhməd qonağın dəftərləri əlləşdiyini görüb ayaq saxladı. Aleksey qandırılıb baxdı. Deyir, siz müəllimsiz? Bəli, bilirsinizmi cənab, əslində mən burada işsizəm.
Əvvəllər deyib Bakıya, Yerevana, Gəncəyə gedən poçt faytonları, dilizanlar buradan gəlib keçərdi. Mən də necə deyərlər, boş evə qaravol çəkirəm. Darıxmamaq üçün uşaqları deyib başıma yığıram, onlara mən yazı pozu öyrədirəm də, yəni boş vaxtımı səmərəli istifadə edirəm. Uşaqlar çox az qaldı. Siz nə qədər böyük iş gördüyünüzü bilirsinizmi? Deməli, Aleksey onun bu işini böyük iş adlandırır. Burada nə var ki, deyə Əhməd sakitcə cavab verdi. Deyir, adınız nədir? Deyir, bəs mənim adım Əhməddir. Əvvəllər kənd arasında deyir, mənə Poç Əhməd deyirdilər. Nəyə görə Poç Əhməd deyirdilər? Bax, burada deyir, Bakıya, Yerevana, Gəncəyə gedən poçt faytonları deyir, gəlirdi burada dincəlirdi deyə. Mən də boş evdə də burada qalıram. Daha sonra nədənsə deyir, mənə Rus Əhməd dedilər. Amma Əhmədin özü bunun səbəbini bilmir. Əsərin əvvəlində dedik, ona nəyə görə Rus Əhməd deyirlər. Şapka taxdığına görə. Yavaş-yavaş deyir, adım Ütsütel Əhməd oldu. Yəni mən dərs dediyinə görə də. Görək sonra nə olacaqdı. Poç Əhməd Aleksey qəhqəhə çəkib güldü. Yəni buna gülməli gəlir. İndi Ütsütel olmusan. Sənin bu kənddə uşaqlara dərs deməyin böyük xidmətdir. Bilirsiniz, mən Qori seminariyasında işləyirəm. Biz orada təzə şöbə açmışıq. Başlayın, siz Çerniyevski deyilsinizmi? Çerniyevski uşaqlar burada, yəni Alekseyin digər adı Çerniyevski idi də, elə bir soyad kimi. Deyirsiniz, Aleksey Çerniyevski deyirsiniz. Bəli, düz tapmısınız. Bəs siz mənim adımı deyir, hardan bilirsiniz ki, hardan mənim tanıyırsan? Deyir, hə, tanıyaram da. Bunun Əhmədin bir dostu vardı. Əsərin əvvəlində də buna bildirsin, yemək gətirmişdi. Kim idi o? Buradan hansı hissədə idi? Bax, Əşrəf. Əşrəf var idi. Əşrəf sonra burada deyir, mənə də dostlarıma da öyrədərsənmi? Bax, həmin Əşrəf. Deməli, bu Çerniyevski, bu həmin Əşrəfin müəllimidir. Əşrəfin deyir məktublarından. Əşrəf nə? Əhməd dostu axı. Deyir, o həmişə sizdən yazır. Axı, onu mən oxutmuşam. İndi sizin tələbənizdir. Çox yaxşı, tanıyıram. Ən yaxşı oxuyan tələbələrimizdəndir. Demək, siz mənə kömək edə biləcəksiniz. Yatmağa hazırlaşan Cahandar ağa. Bax, burada görürsünüz, nöqtələr qoyulubdur. 3 nöqtə. Yəni, yeni bir fikrə başlayır. Axı, Allahyarı bayaq danışmışdı. Allahyar intiqam almaq istəyirdi da Cahandar ağadan. Deyə, yatmağa başlayan Cahandar ağa nökərlərdən ot tayasına od vurulduğunu. Deməli, Allahyarın birinci intiqamı nə olur? Od vurur. Nəyə? Ot tayasına. Eşidən kimi çırağı söndürdü. Belə hallarda düşmənin puskuda dayanıb qapını gözlədiyini yaxşı bildiyindən tüfəngi götürüb pəncərədən bayıra atıldı. İtlərin qəzəblə hürüdüşləri tərəfə bir-iki güllə atdı. Qaranlıqdan onun ateşinə cavab verdilər. Cahandar ağa tətiyi bir də çəkib yenidən nişan almaq istəyirdi ki, itlər qaraltını qovub sahilə endirdilər. Bax, deyən deyirəm. Allahyarın intiqamı. Birinci ot tayasına od vurmaq, birinci intiqam. Daha sonra o səs səmir kəsəndən sonra tüfəngini çiyninə alıb ağır-ağır evə qayıtdı. Kişini fikir götürdü. Tez-tez mənə sataşan kimdir? Cahandar ağa bilmirdi buna sataşan Allahyarda. Özünə suallar verdi. Deyəsən burada ayrı əl var. Bəlkə deyir, yəni şübhələnir Allahyar ola bilər, yəni mələyin. Mənim arvadımın köhnə həyatı yoldaşı. Cahandar ağa duruxdu. Mələyin əvvəlki ərinin indiyə qədər yadına salmadığına, bu barədə təzə arvadı ilə bir kəlmə danışmadığına özü də təəccüb etdi. Sonra deyir, elə o olacaqdı. Və birinci şübhə ilə yanaşır. Sonra da deyir ki, yəni 100%'lıq odur. Nökərlər geri qayıtdılar. Hamıdan sonra həyətə girən isə tapdıq oldu. Atı dirəyə bağlayıb ağanın yanına gəldi. Cahandar ağa gözünü geniş açıb qapının ağzına dayanan nökəri süzdü. Nə oldu? Deyə tuta bilmədi ağa. Mən qabağı kəsənəcən özünü suya atdı. Deməli, baxın uşaqlar, burada Allahyar özünü suya atır tez. Kişi papirosu sömürüb otaqda gəzəndi. Tapdıqca sıxıcı sükutdan yaxasını qurtarmaq üçün astaca dinləndi. Axı, deyirəm gülləniz boşa çıxmayıb. Nədən bilirsən? Deyir, nədən? Deyir, bundan deyə tapdıq əlindəki yun başlığı. Yun başlığı göstərdi. Həmin başlıqda qana bulanmışdı. Mələk ürəyinə qorxulu bir şey daman adamlar kimi əsə-əsə başlığı gördü. Tanıyacaq da, deyir, bu başlıq bəs mənim köhnə həyat yoldaşım Allahyarındır. Özü də hiss etmədən onundur deyə qışqırdı. Cahandar ağanın dişləri kilitləndi. Bax, qorxur. Mələk nə edəcəyini bilmədiyindən yumaq kimi büzüşdü. Bax, burada litota, yumaq kimi büzüşmək litota nümunəsidir. Kəndin ortasındakı təpədə iri tut ağacının kölgəsində böyük bir mələkə vardı. İndi cəmaət böyük maraq və intizarla buraya toplaşmış. Cahandar ağa da burada idi. Bu nədir ay uşaqlar? Dediyi, bax, bu hissədə Aleksey Ospoviç gəlmişdi ki, müsəlmanlardan şagirdlər yığsın aparsın. Və kənd əhalisini yığırlar kəndin ortasında. Hamını yığırlar ki, bəs bizə müsəlman şagird lazımdır və hər kəs bura yığılır. Hətta Cahandar ağanın özü də buradaydı. Elə bu zaman Aleksey Əhməd mələkəyə yaxınlaşdı. Aleksey mələkəlilərin bir əl tutdu. Cahandar ağaya yaxınlaşanda xeyli dayandı. Diqqətlə kişinin üzünə baxdı. Siz Əşrəfin atası deyilsiniz ki,
tanıyır onu. Bəli, Cahandar ağa yavaşca dilləndi, ayağa qalxdı. Uşaq necədir? Canı başı sazdırmı? Təşdir, dostlarından ötürü yaman darıq. Axı bizim məktəbdə Əşrəfdən başqa Göytəpədən heç kəs oxumur. Bir növ işarə elirdi, yəni Göytəpədən Əşrəfin yanına yoldaş yollayın. Elə sizin kənddən ötəri gəlmişəm ki, gərək kömək edəsiniz. Uşaqlarını seçib oxumağa aparır. Söhbət bu yerə çatanda aralığa sükut çökdü. Cahandar ağa nə cavab verəcəyini bilmədi. Uşaqlar, əsər burada tam tamamlanmır, amma sizə düşən versiya, yenə deyirəm, bu qədərdir. Əsərin təhlilinə çox diqqətli baxmalısınız. Təhlildən dəyişə çox düşür. 10 ilə yaxın bir müddətdə yazılıbdı bu Dəli Kür romanı. Mövzu 19-cu əsrin ikinci yarısı Azərbaycan kəndində cərəyan edən mühüm hadisələrdir. Baxın uşaqlar, burada 19-cu əsrin ikinci yarısı 1850-lərdən sonradır da. 1850-lərdən sonra, yəni bilirik ki, Sovet 1920-də gəlibdi. 1850 hansı dövrdə çarizm, müstəmləkəçilik siyasətinin faciəli nəticələrini göstəribdi. Burada nəyə görə çarizmi göstəribdi? Bax, elə biri odur ki, çar gəlirdi ki, Azərbaycan tələbələrini aparsın, oxusunlar və özlərinə yerli məmurlar yetişdirsinlər. Həmçinin Azərbaycan torpaqlarına göz dikilməsi var idi. Əsərin adı rəmzi məna daşıyır. Bax, Dəli Kür rəmzi məna verilibdir burada. Əsərin adındakı birinci söz epitet, əsərin adı bütövlükdə isə simvol hesab olunur. Bayaq dedim, Kür dəli ola bilməz ki, bu epitetdir. Amma əsərin adı bütövlükdə nədir düşsə simvol. Dəli Kür obrazı zaman diktə etdiyi qəlibə çərçivəyə sığmayan Azərbaycan ruhunun ifadəsi kimi mənalandırır. Xalqın tarixi taleyini əks olunduğu əsərdə çox şaxəli süjet və kəskin konflikt var. İndi deyəsiniz, bəs müəllim, süjet qısadır. Çünki əsər sizə ixtisarla verilibdir. Süjeti çoxdur. Romanı hadə olunan tarixi dönəmdə cəmiyyətdə gedən ziddiyyətli proseslər var idi. Köhnə həyat tərzini sıxışdıran yeniləşməyə meyllər öz əksini tapıb. Çarizm müstəmləkəçilik siyasətinin nəticəsi olaraq Cahandar ağanın və kəndlərin torpaqlarının qəsb edilməsi bu ziddiyyəti daha da. Bax, burada kəndlərin torpaqlarının qəsb edilməsindən danışırdı. Gəlib meşəyə əl qoymuşdular ki, meşə bizimdir. Orijinalda var. Gərgin toqquşmaların təsvir edildiyi romanda süjet və konflikti ilk növbədə güclü xarakterə malik Cahandar ağa və onun ailəsinin taleyi üzərində qurulmuşdu. Deməli, uşaqlar, ilk konflikt harada qurulmuşdu? Cahandar ağa və onun ailəsi üzərində qurulmuşdu. Həmçinin uşaqlar, burada Molla obrazı da var idi. Daha sonra Allahyar vardı, Molla Sadıq. Molla Sadıq Molla obrazı idi, amma bu bir növ ifrat dərəcədə molla idi da, özündə də bir növ saxtakarlığı göstərirdi. Yerli əhali ilə çar hakimiyyət nümayəndələri arasında barışmaz münaqişəyə çevrildi. Yazısı xalqımıza xas olan mənəvi dəyərləri mərdlik, mərdanəlik, əyilməzlik, qonaqpərvərliyin qorunub saxlanması vacib sayırdı. Əsərin baş qəhrəmanı Cahandar ağa xaraktercə mürəkkəb, ziddiyyətli bir obrazdır. Deməli, həmçinin ziddiyyəti ona görə deyirik ki, oğlunu oxutmuşdu. Maarifə önəm verirdi, elmə önəm verirdi, amma bir növ özündə isə cahilliyi təmsil edirdi. Daha sonra ziddiyyətli obraz ona deyə bilərik ki, torpağı üçün canından keçən bir obraz idi Cahandar ağa. Torpağını çarlara vermirdi, ruslara vermirdi. Qarşılaşdığı maneələrə şəxsi mahiyyət daşımırdı. Bax, onun maneələri, həyatındakı problemlər şəxsi deyildi. Zamanın və dövrün hökmü ilə baş verirdi. Cahandar ağa mələyi qaçırmaqla etdiyi səhvi aydın dərk edirdi. Testlərdə bəzən düşür ki, o mələyi qaçırmaqla özünə haqq qazandırdı. Xeyr, uşaqlar, o aydın dərk edirdi. Arvadı Zərnişanın küsməsi, oğlu Şamxanın ailədən getməsi onun daxilən çəkdiyi izdirabları daha da artırırdı. İstər şəxsi düşmənləri, istərsə də çar hakimiyyətinin nümayəndələri ilə qarşılaşmada Cahandar ağa mərd, igid, güclü xarakterli bir şəxsiyyət olduğunu sübut edirdi. Burada Molla Sadıq obrazı var. Ümumiyyətlə, uşaqlar, Cahandar ağanın qızı Salatını da Allahyar axırda ondan intiqam almaq üçün onun qızını qaçırır. Bir növ onun namusuna, yəni Salatının namusuna ilişir və Cahandar ağa öz qızı, yəni Salatının qaçdığına görə onu öldürmək istəyir. Və Allahyar Salatını qaçıranda aparır bir qoca kişi ilə qadının evinə, amma o bilmir ki, bu həmin qızı zorla qaçırıb. Elə bir sevib qaçıbdılar. Sonra Salatın ayılanda hər şey onlara danışır və qoca Salatını ona vermir. Daha sonra ailəsinə təhvil verəndə Cahandar ağa artıq öz qızını qəbul eləmir. Həmçinin burada Molla Sadıq obrazda, mənfi obrazda, hətta Molla Sadıq deməli Cahandar ağanın bacısı var idi. Məclisə ümumiyyətlə qadın girməsi bir növ pis baxırdılar da. Molla Sadıq da ki, o elə bir Cahandar ağadan intiqam almaq üçün onun bacısına ilişmişdi. Cahandar ağa bunu bilmişdi ki, bacısı gedibdi
restorana, kafe kimi bir yer idi də, kişilər olan yerə öz bacısını öldürür. Daha sonra öz arvadı Zərniçardan kömək eləyir ki, bəs mən bacımı öldürdüm. Zərniçar və bunun üstünü necə bağlayır? Allahyar da axırda ona intiqam almaq üçün məsələn birinci ot tayasına od vurur. Daha sonra ən sonda onun qızına bir növ zərbə vurur. Daha sonra atın quyruğunu kəsir. Atın quyruğunu kəsmək də namusa ilişmək kimi bir şey idi. Allahyar yəni hər dəfə ondan intiqam alırdı. Lakin onun ağa mülkədar kimi sinifi təbiətli kəndlər kasıb gəmisi ailəsinə münasibəti özünü büruzə verir. Kasıb gəmisi nə deməkdir? Bunun deməli oğlu Şamxal gedib kasıb gəmisi qızını qaçırmışdı axı. Cahandar ağa bundan əsəbinə görə 3 gün yatmışdı. Cahandar ağa qarşılaşdığı maneələri dəf etmək üçün son nəfəsinədək mübarizə aparır, əyilməzliyi hər addımda sübut edir. Zamanın sərt axarının yaratdığı yeni ictimai siyasi şəraitdən məhvə məhkum olan Cahandar ağa Dəli Çurun burulğanlı sularında həyatına vida edir. Özünü axırda Dəli Çura atır və orada ölür. Məhz əsərin adı da buradan gəlir. Onun faciəsini şərtləndirən yalnız tarixi hadisənin gedişi deyil, həm də şəxsi həyatındakı mənəvi sarsıntı, ağır nəticələri gətirib çıxaran məqamlardır. Və beləliklə uşaqlar əsərdə Əhməd obrazı var idi, Çerniyevski obrazı var idi ki, bunların simasında biz maarifçiliyi görürdük. Cahandar ağanın həyatında onu təmsil etdiyi həyat tərzinin qürubunda Əşrəf də yeniliyi göstərirdi özünü. Amma Şamxalı isə atası ilə aralarındakı ziddiyyət münasibətlərə baxmayaraq, məhz Şamxal atasının davamçısı idi. Burada yəni əsərdə kəndli obrazları, saf niyyətləri, halal əməyi ilə bağlı olmaları diqqəti cəlb edirlər. Qeyrət, namus məsələləri milli dəyərdən çıxış edir. Bayaq dediyim kimi Cahandar ağa yəni öz qızının namusuna görə hətta qızını belə öldürməyə hazır idi. Pristav obrazı var idi ki, çar məmurlarının tipik nümayəndəsidir və beləliklə əsərdə çar hökuməti nümayəndələrlə onlardan xeyir gözləməyən yerli əhali arasında qarşılıqlı inamsızlıq Divandərənin cəmaatın mövcud həyat tərzini, müdaxiləsi real həyat lövhələrlə əks etdirilibdir. Düşmənin açıq döyüşdən yox, arxadan vurmaqla qisas almaq istəyən Allahyarın mənəvi yoxsulluğu oxucuda rəğbət doğurmur. Allahyara qarşı bizdə nə yaranır? Nifrət yaranırdı bir növ. Və Molla Sadıq obrazı bəs necə obrazı idi? Bütün din xadimlərinin təmsilçisi deyə bilmərik ona. Çünki o mövhumatın, fanatizmin müdafiəçisi, yeniliyin, təhsilin əleyhdarı kimi o dövrün reallığını, həyat həqiqətini əks etdirirdi. Yəni bir növ Molla Sadıq təhsilə pis baxırdı. Cahandar ağa ilə ziddiyyətli obrazı idi. Lakin kənd əhalisinə məxsus meşənin çar hakimiyyəti tərəfindən qəsb edilməsinə etiraz etməsi Molla Sadıq milli həmrəylik hissindən məhrum olmadığını göstərirdi. Yəni gəlib orada deyirlər ki, meşəni alacağıq. Molla Sadıq buna qarşı durur və biz görürük ki, onda milli həmrəylik var. Yəni soy kökündən uzaqlaşma yoxdur. Necə ki anamın kitabında demişdi, qardaşlar heç vətəni düşünmürdü, amma Molla Sadıq bir növ mənfi obraz olsa belə vətənin qədrini bilirdi. Əsərdə süjet xətti bu imtahana düşən sualdır ha. Yəni bu hissəni, bu qara ilə verilmiş hissə düşür. Əsərdə süjet xətti tədricən inkişaf etdirilir. Hadisələr əsas qəhrəman Cahandar ağa ilə əlaqəlidir. Deməli, burada deyə bilərik ki, müəllif bir kəndin timsalında dövrün Azərbaycan gerçəkliyinin qarşısına qoyduğu hansı yolla getməlidir sualını yaratmışdı. Əsər roman janrında nəsrlə yazılıbdır, təhkiyə burada əsasdır. Və Cahandar ağa və onun ailəsinin məsələləri üzərində qurulmuş bir kəndin timsalında o zamanki Azərbaycan cəmiyyətinin ümumi problemləri əks etdirilibdir. Əsərin adı rəmzi məna daşıyır. Əsərin adındakı epitet, əsərin adı bütövlükdə isə simvoldur. Əsərin mövzusu ailə məişət mövzusundadır. Maarifçilik hərəkatı var idi burada. Əhmədin simasında göstərilmişdir. Cahandar ağa sərt və ötkəm bir xarakterə malikdir, ziddiyyətli bir obrazdır, elmə təhsilə qarşı çıxmayan bir obrazdır. Biz bunu Rüstəm obrazında da Müsbəti Fəxrəddində görürdük ki, mənfi obraz olsa da elmə təhsilə önəm verirdi. Hətta dəyər verirdi. Oğlu Əşrəfi Qori müəllimlər seminariyasında oxudur və çar məmurlarına itaət etməyən bir obraz idi. Yəni qorxaq obraz deyirdi. Onun ilk səhvinin mələyi qaçırması idi. Elə bunu da əsərin hadisələr başlanır və Cahandar ağa mələyi qaçırmaqla etdiyi səhvi də anlayırdı. Deməli, daha sonra burada deyə bilərik ki, Cahandar ağa son nəfəsinə qədər mübarizə aparır və sonda Kürün sularında dünyasına göz yumur.
Cahandır ağa mülkədar bir obraz idi. Sinfi mübarizə var idi. O özündən aşağıya pis baxırdı bir növ. Qarşılaşdığı maneənin hamısı şəxsi mahiyyət təşkil etmirdi. Bir növ zamanın, dövrün baş verən adətən nəsə idi. Mələyin qaçırılması ilə ailə həyatının nizamı pozulur. Cahandır ağa romanında mələyi qaçırmaqla səhv etdiyini anlayır. Özünə etdiyi hərəkəti oğlu edəndə isə buna əsəbləşir. Cahandır ağa öz davranışına tam müstəqil bir obrazdır. Şamxalın evdən digərgin düşməsinin səbəbi mələyə xəncərlə vurmaq istəyəndə atasının onu vurması olur. Şamxal dostu Çərkəsin bacısı Güləsəri qaçırmışdı. Zərnişar xanım Cahandır ağanın ilk arvadı olur. Zərnişar obrazı isə qürurlu obraz hesab olunmurdu. Oğlun bir növ qızışdırır, ortaya sal, amma çıxıb getmir də, daha sonradan gedir. Zərnişar xanım mələyin günü, yəni ikinci arvad kimi gətirilməsini laqeydlə qarşılamır. Zərnişanla mələyin arasında ədavət yox idi. Allahyar da açıq mübarizədən çəkinib arxadan vuran bir obrazı idi. Salatını öldürməyə cəhd etməsi, qaçırmağa çalışması Qəmərin, yəni atı idi. Qəmər atın adı idi. Cahandır ağanın atının quyruğunu qırxması və s. Bu da quyruğun qırxması da namus məsələsi idi. Namərdliyini təsdiq edir. Allahyar evdə mələyi tapmayan kimi elə düşünür. Mələk ya baş götürüb gəlib əmisigilə, əmisigildən soruşur və orada olmur. Ehtimalı ilə Allahyarı narahat etmirdi. O düşünür ki, mələyin artıq buradan getməsi, qaçması onun namusuna toxunacaqdı. Əşrəf yeniliyi təmsil edən bir obrazı idi. Şamxal isə Cahandır ağanın milli varlıq uğrunda mübarizəsini davam etdirən obraz kimi yadda qalır. Əhməd və Çerniyevskinin simasında dedik ki, maarifçilik var. Əşrəf obrazı xahiş edir ki, dostlarını da öyrətsin. Əhməd razılaşır ki, öyrədərəm. Çerniyevski Əhmədin elədiyi işi böyük iş adlandırırdı. Cahandır ağa Əhməd və Çerniyevskini Qaracurtdan qoruyur. Bu imtahana düşür. Bu cümlə, yəni ümumiyyətlə imtahana düşür. Əsərdə verilməyibdi. Orijinaldan olan bir cümlədir ki, Cahandır ağa evə qayıdanda Qaracurov adlı bir qrup vardı ki, bunlara hücum eləyir. O Əhmədlə Çerniyevskini qoruyur və biz burada görürük ki, Cahandır ağa çox qonaqpərvər bir obrazdır və Qaracurov cəmaatından qoruyur. Molla Sadıq bütün məqamlarda milli həmrəylik hissindən məhrum olmuş biri kimi çıxış etmir. Çünki o öz torpağını sevirdi. Kənd əhalisinə məxsus Meşənisar hakimiyyət tərəfindən qəsd edilməsinə etirazını da bildirirdi. Uşaqlar, ümumiyyətlə Dəli Kür əsəri haqqında bu qədər. Sağ olun, salamat qalın.